Gəldi, deyir, xanıma canımız qurban olsun, deyir, Caət Fatimə əleyhəssalam təbki bukaən şədida. Gəldi Əziz Zəhra, deyir, möhkəm ağladı Peyğəmbərin huzurunda. Çox möhkəm ağladı. Fəqalə ləhə Rasulullah, mə yubkiki ya Fatimə. Zəhra, niyə ağlayırsan? Qalət ya əbəti əzzata, deyir, bəli qızım. Əzzatam əyyərətini nisa-u Qureyş, bu Qureyşin xanımları məni çox narahat edir. Nə deyirlər? Qulnə əbaki, innə əbaki zəvvəcəki min mu'dim, la malələh. Gör, aton səni kimlə evləndirdi? Yoxsulun biri ilə. Gör, kimlə səni evləndirdi? Bir vaxt vardı, anası üçün deyirdilər, Həzrətə Xədicə üçün. İndi gəlib qızı Zəhra üçün deyirlər. Fəqalə ləhən nəbi əleyhissalam. Peyğəmbər buyurdu, qızım, la təbkiyənnə, ağlama balam. Fəvəllah, and olsun Allaha, ma zəvvəctuki, hətta zəvvəcəkillah min fəvqə ərşihi. Sənin o kəbinin ərşdə oxunub, qızım. Allah istəyib bunu. Və əşhədə bizəlikə Cibril və Mikail. Sənin kəbin və əqdüvə həm Cəbrail şahid oldu, həm Mikail şahid oldu. Və innəllaha əzzə və cəl ittələ'a alə əhli dünya. Allah dünyaya baxdı. Fəxtarə minəl xəlaik əbaki. Dünyaya baxdı, xilqətin içərisindən, məxluqun içərisindən atağı seçdi. Fəbəəsəhu nəbiyyən. Onu Peyğəmbər elədi. Sümmə ittələ'a. Sonra bir də baxdı. Əs-saniyə. İkinci dəfə. Fəxtarə minəl xəlaik əliyyən. Allah ikincisində baxanda Əliyini seçdi. Fəzəvvəcəki iyyah. Və onu sənlə evləndirdi. Və ittəxəzəhu vəsiyyən. Onu vəsi elədi. Fəəliyyun Zəhra, fəəliyyun əşcəun nas qəlbən. O çox şücaətlidir. Əhləmun nas hilmən və əsməhun nas kəffən və əqdəmun nas silmən və ələmun nas ilmən. O çox elmlidir. Hamıdan qabaqdadır. İslamda birinci iman gətirən kişidir. O şücaətli şəxsiyyətdir. O həlim vücuddur. Qureyşdən Zəhra xanım da şikayətlənib. Qureyş qəbiləsi. Əmirül Mömin də şikayətlənib. Çox əziyyət verirlər çünki. Çox əziyyət veriblər Həzrət Zəhraya. Narahat ediblər Həzrət Zəhranı. İnşallah mən bu gecə Allahın lütf inayəti ilə elə Həzrət Zəhra qapısına gedəcəm. Həzrət Zəhra qapısını döyəcəyik. Amma istəyirəm, hansı qəlblə gedək, hansı vücudla, elə hamımız evdən. İnşallah bir İsa Peyğəmbərin bir sözü var, Allah İsa'ya deyir, mənim huzuruma belə gəl. Bir dənə ona toxunum qısa, necə gedək Allahın huzuruna. Allah deyir, İsa, həbli min qəlbikəl xuşu, sınıq qəlblə huzuruma gəl. Və min bədənikəl xuzu, təvazükar vücudla. Yəni, deyən, ilahi, gəlmişəm əli boş. Gəlmişəm əli boş və min eyneykə əddumu. Gözündə yaş, əllərin boş, qəlbin sınıq halda get Allahın huzuruna. Amma necə gedirsən Allahın huzuruna? Allahın huzuruna getmək istənsənsə, Allah evinə tərəf hərəkət edəməysənsə, Babullah gələk, Allahın qapısını döyəsən. Zəhra həmən qapıdır. Mən deyirəm, gedək o qapını döyək. O qapını döyək. Bilirsiniz, mən daha neçə illərdir ki, Allah nəsib edib danışıram. İndi Allah bundan sonra da ömür versin danışım. Həmişə Məhərrəm ayının birinci gecəsi Həzrət Zəhra qapısına gedərəm. Sizinlə qoşulub birlikdə. Mənim üzüm yoxdur o qapını döyməyə, amma siz döyün o qapını. Mən də başımı salmışam sizin yanınızda aşağı. Dayanmışam sizin huzurunuzda, sizin yanınızda. Sizinlə birlikdə daha Həzrət Zəhra ilə bir şəxsiyyətdir ki, 10 nəfər içəri girsə, deməz filan kəs, sən çıx bayra. Mən də qoşuluram sizə, sizinlə birlikdə gedirəm o qapıya. İnşallah döyək o qapını. Deyək, gəlmişik Zəhracan.
Hansı qapını deyirəm sizə? Özünün söhbəti var, deyir. Özü danışır, deyir, mən deyir, qapıya deyir, odu vurdular. Od vurdu, qapı başladı yanmağa. Özü deyir, təpi ilə elə vurdular qapıya. Qapı düşdü üstümə, mən üzü üstə düşdüm yerə. Mən üzü üstə düşdüm yerə. Qapının yanması üzümü yandırırdı. Əmirülmöminin bir sözü var. Deyir, Zəhracan, deyir, kaş deyir o küçədə deyən sili, üzvə deyən o sili mənə deyəydi. Ay Zəhra. Ya Fatimə-i Zəhra. Həzrət Zəhra salamullah aleyha deyirlər, ömrünün axır günündə Şamla xiftən namazının arasında dünyasını dəyişib, biləsiz. Ay Zəhra aşiqləri. Deyirlər, günəş batana yaxın halı deyib, biraz narahat idi. Amma Əmirülmöminin Həsənlə Hüseynə dedi, gedin, çıxartdı evdən. Zeynəbi, Ümmü Gülsüm də göndərdi başqa bir evə ki, balalarının gözünün qabağında anası dünyasını dəyişməsin. Çünki bunlar çox bağlıdır anaya. Çünki bir ana balanın gözünün qabağında, özü cavan ana dünyasını dəyişə, özü də ana ola, Zəhra bala ola, Həsən, Hüseyn, Zeynəb və Ümmü Gülsüm. Bu çətindir. Həsən Hüseyn getdi. Zeynəb, Ümmü Gülsüm getdi. Xanım qalıb evdə, Əsma qalıb evdə. Mən deyirəm, öz-özümə deyirdim ki, Əsma'yı görüncə çətin keçdi. Bir otaqda özüdür, o birisi otaqda Zəhra xanım can verir. Adam bir dənə bu səhnəni gətirə gözünün qabağına ki, sən bu otaqdasan, Zəhra xanım o birisi otaqdadır. Zəhra xanım o tərəfdə can verir, amma Əsma, çağıracam səni, çağırarsan məni, hay verməsəm girərsən içəri. Deyirlər, Zəhra xanım, axır anlarda Əsma deyir, gördüm, səsi gəlmir, çağırdım Zəhracan. Zəhracan gördüm, səs gəlmədi, qapını açdım, gördüm, daha dünyasını dəyişib. Nalə elədim, Fizzə də gəldi, çatdırdı özünü. İkisimiz deyir, ağlayırıq. Onda idi ki, deyir, bir də gördük, balalar gəldi, Həsən və Hüseyin. Deyir, mən tez qapıya qaçdım. Əsma, anamız hanı bizim? Anamız hanı? Deyir, bir təhər girdilər evə. Deyir, oradaydı ki, deyir, İmam Həsən gəldi, atdı özünü ananın qucağına, ananın sinəsinə. Və İmam Hüseyin ağa gəldi, qoydu üzünü anasının ayaqlarının altına. Bir şair deyirdi, sanki istəyirdi, ana gəldim, üzümü qoydum ayaqlarının altına, anacan, gələrsən Kərbəlaya. Deyir, oradaydı ki, Həsən və Hüseyin qaça-qaça çıxdı evdən. Qaça-qaça çıxdılar evdən. Gəldilər atasına xəbər verməyə, ya əbəta, matət ummuna. Anamız dünyasını dəyişdi. Anamız dünyasını dəyişdi. Deyirlər, səqətə, İmam Əli əleyhissalam üzü üstə yıxıldı yerə. Necə Əli yıxıldı, bir yerdə İmam Hüseyin yıxıldı, biləsiniz. Üzü harada yıxıldı? Ay Hüseyin aşiqləri. Elə ki, Əli Əkbəri göndərdi ya meydana. Əli Əkbər meydana gedəndə, yıxılanda yerə Əli Əkbər, o bədən tikə-tikə olanda İmam Hüseyin atla ki, gəldi. Deyirlər, atdan düşə bilmədi. Səqətə aləl ərdi, üzü üstə düşdü yerə. Və dizin getdi Əli Əkbərə. Vələdi, vələdi Əli, vələdi Əli, Əli, balam. Deyir, Əmirülmöminin gəldi, çatdırdı özünü Zəhraya, çağırdı Zəhranı. Zəhra cavab vermədi. Fatimə can, cavab gəlmədi. Ay Peyğəmbər qızı, cavab gəlmədi. Bir dənə kəlmə dedi, onda deyirlər bir hadisə baş verdi, bir kəramət baş verdi. Zəhra xanım gözlərini açdı. O kəlmə bilsən nə idi? Dedi, ənə Əli ibn Əbi Talib, mən Əliyəm abi, mənə hay ver. Deyirlər, onda sanki Zəhra xanım gözlərini açdı, dedi, Əli, sən evvə gələndən sənə yalan danışmamışam, sənə xəyanət eləməmişəm, sən şahidsən. Sanki sözü altında söz demək istəyirdi, Əli, amma axır günlər ola bilsin sənə yorduma. Çünki axır günlər, ay Zəhra aşiqləri, özü güclə gezirmiş, Əmirülmöminin kömək edirdi. Adi işləri o görürdü, Əmirülmöminin kömək edirdi. Sanki istədiysən, Əli can, yordumsa da mənə haqqı var elə. Deyirlər, oradaydı ki, Əmirülmöminin qucaqladı Həzrəti Zəhranı. Sən mənə haqqı var elə, Zəhra, səni qoruya bilmədim səgər. Əlimdən nə gəlir elədim, amma da məni bağışla, ay Zəhra. Ay Zəhra, mənə bağışla. Əli, mən gecə kəfən elə, gecə qüsl elə, gecə dəfn elə. Əla lənətullah ələl qavmi zalimin.